Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Kıymetli kardeşlerim, Allah Azze ve Celle bizleri kitabında Müslüman ismiyle isimlendirdi. Bizlere bir hayat nizamı verdi. Bizim hem sözlerimize, hem bedenimize, hem de zihnimize, hayatımızın her sahasına müdahale ettiğini bize bildirdi. Biz de bu şekilde bunu kabul ettik ve iman getirdik. Allah Azze ve Celle'nin hayatımızda müdahale etmediği ve etmeyeceği hiçbir saha yoktur. Yani biz tamamıyla Allah'a məxsusuk. Bir musibet haberi, adeten de ölüm haberi geldiği zaman bir söz deyirik. İstirca dediğimiz hemin sözü deyirik. Nedir o? İnna lillahi ve inna ileyhi raciun. Biz Allah'a məxsusuk ve yine ona dönəcəyik. Bu şekilde inanıp, bu şekilde iman etmeliyik. Yoksa hayatımızın bir hissesi Allah'a aittir, diğer hissesi ise bizim serbest hobbi sahemizdir diye bir anlayış bir Müslümanın zihninde asla olmamalıdır. Bəs belə olarsa ne olar? Laisizm yani dünyevilik dediğimiz batil anlayış ortaya çıkmış olar. Laisizmi bize belki de sadece dinin devlet işlerine karışmaması diye izah etmiş olabilirler. Lakin insan Allah'ı hayatına karıştırmadığı zaman, burası benim şəxsi sahemdir, bura benim aile hayatımdır, iş hayatımdır, siyasi hayatımdır dediği zaman, bunlar benim hobbilerimdir, bunlar da inancımdır diyerek Allah'ın dinini, şeriatini, sözünü öz hayatının her hansı bir hissesinden tecrid ettiği zaman, özü de o karşı durduğu layık düşünceye sahip olmuş olar. Rabbimiz ise bizi Müslüman olarak isimlendirdi. Bizim zihin dünyamızı da, fiziki hayatımızı da yalnız O müeyyen eder. Alemlerin Rabbi O'dur, mülk O'nundur, bizler de O'nun kullarıyık. Bizim hayatımızdaki her bir qərar ve tasarruf hüququ Allah Azze ve Celle'ye məxsusdur. Bütün ixtiyar O'nundur. Ve yine bizim hansı kelimeye ve söze hansı mənayı yükleyeceğimizi de O müeyyen etmiştir. Əziz kardeşlerim, bilirsiniz ki Allah Subhanahu tərəfindən gönderilen bütün nəbilər öz cəmiyyətləri tərəfindən qəbul edilməmişlər. Resulullah sallallahu aleyhi ve sellemin qövmü olan Ərəblərin ve keçmiş bütün ümmətlərin peyğəmbərlərə qarşı çıxma səbəbləri nə idi bəs? Buna belə cavab vermək mümkündür. İslamdan əvvəlki cahiliyyət dövründə insanların bildiyi bəzi sözlər, anlayışlar və adətlər var idi və cəmiyyət buna qarşı çıxan peyğəmbərlərlə toqquşmaya girirdi. Çünki peyğəmbərlər gəldikləri cəmiyyətin anlayışlarını dəyişdirdilər. Onları əsil halinə qaytarmaq istədilər. Cəmiyyət də biz bundan razıyıq, kefimiz pozulmasın dediyi üçün peyğəmbərlərlə cəmiyyətlər, cəmiyyətin bürokratları, güc sahibləri, nüfus sahibləri istər-istəməz qarşı-qarşıya gəldilər. Çünki peyğəmbərlər cəmiyyətin pozulmuş nizamını düzəltmək üçün Allah tərəfindən göndərilmişdilər. Ne zaman ki peyğəmbərlər o pozulmuş nizamı düzeltmek istədilər, ne zaman ki onları olması gereken hale qaytarmaq istədilər, ondan sonra peyğəmbərlərlə qövmləri arasında bir mübarizə baş göstərdi. Bax, bugün bizim danışacağımız mövzu da hayatımızda önemli olan ama önemini itirmiş, fərqində olmadığımız anlayışlar meselesidir. Kardeşlerim, biz insanlar olarak, Müslümanlar olarak anlayışlarımızla varıq. Anlayışlarımız qədər varıq. Yani bizi biz eden, bizi var eden, bizi başkalarından ayıran xüsusiyyət bize ait anlayışlarımız olmasıdır. Bizim hamı kimi olmamağımızdır. Ne bu dünyada, ne de ahirette. Çünkü Muhammed sallallahu aleyhi ve sellemin ümməti insanlık arasından çıxarılmış en xeyirli ümmətdir. Onlardan fərqlidir. Allah Azze ve Celle'ye iman etmiş, bunun fərqində olan ve insanları da qaranlıqdan aydınlığa çağıran bir ümmətdir. Hiç qaranlıqla aydınlıq bir olar mı? Qaranlıqda olanla aydınlıqda olan bir olar mı?
Xeyirli ümmətlə şərin içində olan bir insanlıq eyni ola bilərmi? Buna görə bizlər, siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz, yaxşılığı əmr edər, pislikdən çəkindirər və Allaha iman edərsiniz deyə təriflənmiş bir ümmətik. Allaha iman edən bir toplum üstündür, aydınlıqdadır. Digərləri isə şərdədir, qaranlıqdadır. Buna görə müsəlmanlar bu dünyada da, axirətdə də digər insanlardan fərqlidirlər. Fərqli olduğumuz üçün, aydınlıqda olduğumuz üçün, haqq yolda olduğumuz üçün qaranlıqda olanları aydınlığa çağırırıq. Amma bu dünyada onlarla aramızda bir fərq olmazsa, dünyada kafirlərlə aranda bir fərq olmazsa, axirətdə necə olacaq mənə de. Axirətdə onlardan fərqli olmaq istəyirsənsə, kafirlərlə aranda fərq olmasını istəyirsənsə, dünyadaykən onlardan fərqli olacaqsan. Onlara bənzəməyəcəksən, onların qarşısında əzilib büzülməyəcəksən, aşağılıq kompleksinə qapılmayacaqsan, əslində sənin qarşında əzilməli olan onlardır. Onlar kimi olmamağın üçün də bugün onların sənə sırıdığı nə varsa, geyim, görünüş, söz, anlayış nə varsa, hamısını öz dinində tapmağa çalışacaqsan. Sənin dinində bunlar onsuz da var, onlar isə səndə olanı pozmağa çalışırlar, bunun fərqində olacaqsan. Axirətdə onlardan fərqli olmaq istəyirsənsə, bu dünyada Peyğəmbər sallallahu aleyhi və səlləm hansı anlayışı necə öyrədibsə, onu öyrənməlisən. Öyrənmədiyin zaman onların istədiyi kimi bir adam olarsan və özünü də haqq yolda zənn edərsən ki, ən təhlükəlisi də budur. Yəni, həm haqq üzrə olub, həm də onların razı qaldığı, sevdiyi bir adam olmağın əsla mümkün deyil. İki ziddin bir araya gəlməsi qədər mümkünsüzdür. İki zidd qütb necə bir araya gəlməzsə, iki ziddiyyətin bir arada olması necə mümkünsüzdürsə, sənin haqq yolda olmağına baxmayaraq, küfrün səndən razı olması, səni sevməsi, axtardığımız adam budur dedikləri biri olmağın mümkünsüzdür. Ya sənin yolunda problem vardır, ya səndə problem vardır, ya da kafirlərdə problem vardır. Qardaşlarım, bizim anlayışlarımızı yenidən inşa etməyimiz, onları nəbəvi mənhəc üzrə tərbiyə etməyimiz və öyrənməyimiz lazımdır. Anlayışlar bir cəmiyyətin təməl daşlarıdır. Anlayışlar bir cəmiyyətin sosial toxumasıdır. Necə ki, bədən əl, göz, qulaqdan təşkil olunur, qan, can və damarlardan meydana gəlir, eyni şəkildə cəmiyyətlər də öz anlayışları ilə mövcuddurlar. Xüsusilə Muhammed sallallahu aleyhi və səlləmin ümməti, bu şərəfli toplum, bu şərəfli ümmət öz anlayışları ilə digər ümmətlərdən fərqli və üstündür. Allah Rəsulu sallallahu aleyhi və səlləmin həyatına baxdığımız zaman görürük ki, o, əshab-ı kirama bəzən sual yolu ilə, bəzən müdaxilə yolu ilə onların anlayışlarını, zehin dünyalarında bildiklərini ya düzəldir, ya da tam əksini söyləyir və hadisələrə İslam baxışı ilə baxmağı öyrədirdi. Anlayışları öyrəndiyimiz zaman bütün hadisələrə İslamın baxışı ilə, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi ilə baxmaq öyrənərik. Anlayışlar niyə önəmlidir? Hadisələr qarşısında necə mövqe göstərəcəyimizi bizim anlayışlara bağlılığımız, anlayışlar haqqındakı məlumatımız müəyyən edir. Əgər bu cəmiyyət, bu ümmət öz anlayışlarına yad qalarsa, hadisələrə şəriət çərçivəsində deyil, Mühəmməd sallallahu aleyhi və səlləmin gözü ilə deyil, ona əzbərlədilən və ya hakim, üstün güc kimdirsə, onun öyrətdiyi şəkildə baxar. Mühəmməd sallallahu aleyhi və səlləm bizə bir baxış bucağı öyrədir. Anlayışlarımızı inşa edərək, bizim bildiyimizin tam əksini söyləyərək və Quranda bu istiqamətdə ayələr nazil edərək, Allah Azze və Cəllə bizə hadisələri necə dəyərləndirməli olduğumuzu və onlara necə yanaşmalı olduğumuzu öyrədir. Resulullah sallallahu aleyhi və səlləm səhabələrinə, məsələn, hamımızın bildiyi bir hədisdə müflis kimdir sualını verir. Səhabələr deyirlər ki, müflis maddi baxımdan hər şeyini itirən, evini, yurdunu, işini, qazancını, pulunu itirən, iflas edən şəxsdir.
Rəsulullah sallallahu aleyhi və səlləm buyurur ki, bəli, belədir. Amma əsl müflis odur ki, çoxlu yaxşılıq və salih əməllərlə axirətə gəlsə də, başqalarının haqqına girdiyi, kiməsə söydüyü, iftira etdiyi üçün bütün savablarını itirər, əvəzində haqqına girdiyi şəxslərin günahlarını yüklənər və bu şəkildə cəhənnəmə gedər. Baxın, iflas edən deyiləndə bizim ağlımıza nə gəlirsə, əshab-ı kiramın da ağlına o gəlirdi. Amma Rasulullah sallallahu aleyhi və səlləm nə edir? Burada əsl müflis kimdir deyərək baxışımızı başqa tərəfə yönəldir və hadisələrə İslam baxışı ilə baxmağı öyrədir. Çünki bizim üçün əsas həyat axirət həyatıdır. Müflis kimdir deyiləndə səhabələrin verdiyi məna səhv deyildi. Dünya baxışı ilə baxıldıqda, bəli, malını, mülkünü itirən şəxs müflisdir. Amma biz müsəlmanlar olaraq axirət mərkəzli düşünməliyik. Axirət mərkəzli düşündükdə isə əsl müflis salih əməllərini o dünyada itirib, başqasının günahını daşıyan şəxsdir. Əsl iflas budur. Yenə Rəsulullah sallallahu aleyhi və səlləm bizə başqa bir anlayış, başqa bir termin öyrədir. Pəhləvan kimdir deyə soruşur. Səhabələr deyirlər ki, rəqibini güləşdə, döyüşdə, savaşda məğlub edən şəxs pəhləvandır. Rəsulullah sallallahu aleyhi və səlləm buyurur ki, əsl pəhləvan qəzəbləndiyi zaman qəzəbini udan şəxsdir. Burada nə edir? Müsəlmanların nəzərində qəzəbi məğlub etməyi daha cəlbedici hala gətirir. Qəzəbli olmaq, daim coşan biri olmaq, daim bağırıb çağıran, saman alığı kimi deyilən bir qəzəbə sahib olmaq təriflənən deyil, qınanan bir şeydir. Rəsulullah sallallahu aleyhi və səlləm bununla bizim zehin dünyamızda əsl pəhləvanın, əsl güclü şəxsin, əsl mərd adamın o kəs olduğunu göstərir ki, qəzəbləndiyi zaman Allah üçün qəzəbini udar. Qəzəbləndiyi zaman da Allah üçün qəzəblənər. Baxın, Rəsulullah sallallahu aleyhi və səlləm pəhləvan heç qəzəblənməyən adamdır demir. Heç qəzəblənməyən adam laqeyd adamdır. Heç qəzəblənməyən adam məsuliyyətsiz adamdır. Heç qəzəblənməyən adam vecsiz adamdır. Bu başqa şeydir. Ümmətin dərdi ilə dərdlənən adam qəzəblənər. Ümmətinin çətin vəziyyətini gördükdə qəzəblənər. Kafirlərin Allaha qarşı üsyanını gördükdə qəzəblənər. Amma Rəsulullah sallallahu aleyhi və səlləm burada bizim insanlar arasındakı, qardaşlarımız arasındakı qəzəbimizi udmağımızdan və onunla mübarizə aparmağımızdan danışır. Başqa bir məşhur hədisdə Rəsulullah sallallahu aleyhi və səlləm övladını itirmiş bir anaya nəsihət etdikdə, qadın mənim dərdim səndə yoxdur ki, məni hardan anlayacaqsan mənasında sözlər deyir. Rəsulullah sallallahu aleyhi və səlləm oradan uzaqlaşır. Sonra ona bunun Rəsulullah sallallahu aleyhi və səlləm olduğu xəbər verildikdə, qadın dərhal gəlib deyir ki, ey Allahın Rəsulu, sənin olduğunu bilmirdim, bilsəydim belə deməzdim. Rəsulullah sallallahu aleyhi və səlləm nə duyurdu? Səbr ilk andadır. Səbr müsibətin ilk anında olan səbirdir. Baxın, Rəsulullah sallallahu aleyhi və səlləm bizə səbrin nə demək olduğunu öyrədir. Bağırıb çağırdıqdan sonra, əsəbini boşaltdıqdan və artıq əlindən bir şey gəlməyəcəyini anlayan sonra, artıq mənə də səbir düşdü deyib kənara çəkilmək səbir deyil. Müsibətin ilk anında sənin innə lillahi və innə ileyhi raciun, hasbiyallahu və ni'məl vəkil deməyin səbirdir. De, bizə Allahın bizim üçün yazdığından başqası əsla toxunmaz deməyin səbirdir. İlk müsibət anında. Allah Azze və Cəllə öz kitabında bizim zehin dünyamızı, anlayışlarımızı düzəldərək inşa edir. Baxın, cahiliyyə dövründə bir çox yanlış adətlər var idi. Onlardan biri də o dövr müşriklərinin evlərə damlarından və ya arxa tərəfindən girmələri idi. Qapıdan girməzdilər, arxa tərəfindən, pəncərəsindən girərdilər. Ayətdə Allah Subhanehu belə buyurur. Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun. Allahdan qorxun ki, bəlkə necat tapasınız. Ayədəki bu hissə, cahiliyyət dövründə ərəblər arasında yayılmış yanlış bir inancı düzəldir. Xüsusilə həc və ya ümrə üçün ehrama girən bəzi şəxslər
evə qapısından girməyi uğursuzluq sayar. Bunun əvəzinə evin arxa tərəfindən bir deşik açaraq və ya divardan aşaraq içəri girərdilər. Bunu bir yaxşılıq və ya dindarlıq kimi görərdilər. Ayə bu cür mənasız və xurafata əsaslanan adətlərin həqiqi yaxşılıq olmadığını vurğulayır. Əsl yaxşılıq Allahdan qorxmaq, onun əmirlərinə itaət etmək və qadağalarından çəkinməkdir. Ayədə bildirildiyi kimi, onlar bunu yaxşı bir şey hesab edirdilər. Özlərinə görə bunu yaxşı əməl sayır və belə tanıyırdılar. Burada baxdığımız zaman bir toplumun yaxşılıq hesab etdiyi bir anlayış var. Nədir? Evlərə arxadan girmək və buna bənzər bir çox şeylər. Bugün bizim cəmiyyətimizdə də bunlar yoxdurmu? Əlbəttə var. Yaxşı bir şeydir deyilərək bir çox cinayətlər və bidətlər işlənir. Bəs bu yaxşılığın ölçüsünü kim qoyur? Bax, Qur'an bizə bunu öyrədir. Yaxşılıq evlərə arxadan girməyiniz deyildir. Deməli, bizim bir şeyə yaxşı deməyimiz onu yaxşı etmir. Pis deməyimiz də onu pis etmir. Bugünün yaxşısını və pisliyini kim müəyyən edir? Media müəyyən edir. Media kimə yaxşı dedisə yaxşıdır, kimə pis dedisə pisdir. Amerika kimə yaxşı dedisə yaxşıdır, pis dedisə pisdir. Kimə terrorçu dedisə terrorçudur, kimə qəhrəman dedisə qəhrəmandır. Elədirmi? Elədir. Amma biz müsəlmanlar olaraq, kafirlərin ordusunun Allah qatında bir ağcaqanad qədər belə dəyəri və gücü olmadığına iman edən möminlər olaraq inanırıq ki, bizim yaxşılığımızın da, pisliyimizin də ölçüsünü yalnız aləmlərin Rəbbi olan Allah müəyyən edir. O nəyə yaxşı deyibsə, biz ona yaxşı deyərik. Nəyə pis deyibsə, biz ona pis deyərik. Yaxşılıq nədir? Yaxşılıqların başı imandır, tövhiddir. Peyğəmbərlərin yolundan getməkdir. Pislik nədir? Pislik sadəcə qonşuya və ya başqa insanlara əziyyət verməkdirmi? Xeyr. Allaha şirk qoşmaq, Allahın qanunlarını tapdalamaq ən böyük pislik deyilmi? Bugün bu cəmiyyətdə bunlar gündəmə gətirilirmi? Xeyr. Allahın bütün haramları tapdalanır. Allahın hüdudları pozulur. Əgər Allaha iman etdiyini söyləyən bir toplumdursa, onlar tövhidin dəstəkçiləridir. Kafirlər isə şeytanın yolunu izləyənlərdir. Yenə Allah Əzzə və Cəllə bizə ailə anlayışını, qardaşlıq anlayışını öyrədir. İnsanların çoxuna görə qardaş eyni irqdəndirsə, istərsə dinə düşmən olsun, istərsə Peyğəmbərinə söysün, o şəxs üçün qardaşdır, əziz qohumumdur deyilə bilir. Onunla heç bir problem yoxmuş kimi yaşamaq, oturmaq mümkündür və o da ailədən adi bir fərd kimi zənn olunur. Bəs uca Allah bu anlayışı necə düzəldir? İnnəməl mu'minunə ixvatun. Möminlər bir-birinin qardaşlarıdırlar. Bizim üçün qardaş deyiləndə ağla nə gəlir? Bioloji qardaşlarımız gəlir. Amma Allah Əzzə və Cəllə qardaşlığın yalnız imanda olduğunu, yalnız möminlərin, iman edənlərin qardaş olduğunu buyurur. Ancaq və ancaq möminlərin qardaş olduğunu buyurur. Eyni irqə mənsub olmağın, eyni rəngdən olmağın, eyni komandanı tutmağın, eyni batil fikri müdafiə etməyin bizi qardaş etməz. Bizi qardaş edəcək şey yalnız və yalnız imandır. Çünki aləmlərin Rəbbi olan uca Allah belə buyurur. Ancaq möminlər qardaşdır. Amma bugün qardaşlığı nə qurur qardaşlarım? Bağışlayın, eyni əxlaqsızlıq üzərində birləşirlərsə, qardaş və dost deyillərmi? Halbuki bizim dostumuzu da, qardaşımızı da Allah müəyyən edir. Bizi bir araya gətirən şey imandır. Bizi bir araya gətirən şey batil bir ideologiya deyil. Batil bir ideologiya üçün bir araya gələnlər istədikləri qədər bir-birlərinə qardaş desinlər. Pis bir əxlaq üçün, qumar oynamaq üçün, pozğun yerlərə getmək üçün və ya başqa murdar əməllər, fahişəliklər etmək üçün bir araya gələnlər istədikləri qədər bir-birlərinə dost, qardaş desinlər. Qiyamət günü nə edəcəklər? Hamısı bir-birindən qaçacaqlar. Hamısı bir-birindən uzaqlaşacaqlar. Hanı qardaşlıq? Deməli, əsl qardaşlıq iman qardaşlığıdır. Əsl qardaşlıq iman üçün bir araya gələnlərin, iman üçün bir-birini sevənlərin qardaşlığıdır. Bunun xaricində qalanlar qiyamət günü peşmançılıqdan başqa bir şey deyildir.
Rəbbimiz bizlərə müsəlmanca yaşamağı, müsəlmanca düşünməyi və müsəlmanca danışmağı və sonda müsəlman kimi ölməyi nəsib etsin. Allahümmə amin. Vəlhamdülillahi Rabbil aləmin.